Ötən gün Bakıda və Sumqayıtda qısa müddətli dolu yağması nəticəsində paytaxt və ərazilərdə küçələri su basıb, sürücülər çətin vəziyyətdə qalıb. Bir sıra obyektlərə ziyan dəyib. Həmçinin Bakıya yağan dolu nəticəsində Əhmədlidə yerləşən Bravo hipermarketinin parkinqində maşınlara ziyan dəyib. Ərazidə yaşayan sakinlər bildirir ki, qeyri-sabit hava şəraitinin hökm sürdüyü vaxtda mağazanın üstündəki dəmirlər maşınların üstünə aşıb və avtomobillərə ciddi ziyan dəyib.